Lənkəranda 2 maşın toqquşub, biri aşıb. 24 yaşlı kişi xəsarət alıb. Hadisə axşam saatlarında Lənkəran şəhərinin Mir Mustafaxan küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 Toyota Prius markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində avtomobildən biri yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəzada 24 yaşlı Tərlan Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Qeyd edək ki, baş verən qəzada avtomobilin elektrik dirəyini zədələməsinə görə şəhərin bir hissəsi işıqsız qalıb. Faktla bağlı araşdırma aparılır. Yolda tekrar, yolda kalma. Götür makinayı. Ya bırak götür makinayı. Ver birini. Belə qalsın, qardaşım. Sen gel bak, bu konu. Başka kimse seni tanımıyor. Burada mı? Bunu altın boyu kaçma.